Müğənni Tacir Şahmalıoğlu geyiminə görə sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verib. Publika az xəbər verir ki, sənətçi Qaynar Infoya açıqlamasında bildirib ki, müzakirələrə səbəb olan görüntülər onun evinin həyətində lentə alınıb. Stat: Həyətimdir, verilişə və ya studiyaya idman geyimində çıxmamışam ki, səhər tezdən çəkiliş qrupu gəlib məni evimdə çəkib. Burada qəbahətli nə var? Həmin gün toyum var idi. Əvvəl çəkiliş etdik, sonra geyimimi dəyişib toya getdim. Başa düşə bilmirəm, insanlar evlərində necə gəzir? Həyətdə pencək və qalstukla gəzirlər. Tənqidə normal yanaşıram. Bu da lazımdır. Qoy etsinlər. Statın sonu. Tacir Şahmalıoğlu bu iradların əsassız olduğunu düşünür. Stat: Bu tənqid məqsədə uyğun deyil. Mən öz evimdə, öz həyətimdə idman geyimində gəzirəm. İlk dəfədir ki, belə bir münasibətlə qarşılaşıram. Nə etməliydim? Həyətimdə də pencək və qalstukla gəzməliydim. Bu sadə idman geyimidir. Burada nə ədəbsizlik var? İdman geyimi nə vaxtdan ədəbsiz geyim hesab olunur? Şortikdə deyildim. Baldırım da açıq deyildi. Statın sonu. Qeyd edək ki, Tacir Şahmalıoğlu çəkilişlərin birində geyiminə görə sosial şəbəkələrdə tənqid olunub. Müğənninin "Bu maşını mənə dostum hədiyyə edib" sözlərinə münasibət bildirən bəzi izləyicilər "Gərək dostların sənə şalvar hədiyyə edəydi" kimi istehzalı rəylər yazıblar.